inanırsan video konseptin çok bombada axı. Bugün var vallahi billahi inan istəyirsən inan inanma. Bugün ben bundan danışırdım benimle. Derste oturmuşduq dindən danışırdıq. Deyirdik bizim cəmaət yeni əhali şeydi. Cavan uşaqlar şeydi. Dinsizləşir. Şo. Baxaq nədən gedir söhbət. Bir vaxtlar sual vermək ayıb idi. Bir vaxtlar niyə demək günah idi. Amma indi hər şey dəyişib. Bakının mərkəzindəki dəbdəbəli kafelərdən tutmuş ucqar kəndlərdəki çayxanalara qədər sıltı ilə danışılan bir mövzu var. Gənclər, sizin övladlarınız, dostlarınız, bəlkə də elə sən artıq göylərə baxıb dua etmək əvəzinə kainatın necə yarandığını Google-da axtarırlar. Məscidlər yerindədir, kilsələr yerindədir. Bəs insanların qəlbindəki o inanc, o hara gedir? Bugün Azərbaycanda səssiz bir inqilab baş verir. Adı ateizmdir, adı deizmdir. Ya da sadəcə mən bilmirəm. Deizmi mən yazdım onu. Bu videoda heç kimi mühakimə etməyəcəyik. Sadəcə pərdəni qaldıracağıq. Gənclər niyə dinlə qaçır? Həqiqətən Bu dinə inanmayanlardan çıxdım. Belə sorğu altında qalanlara nə deyirdik biz? Bilmir də həqiqətən var ya yoxdur. Ona nə deyirdik biz? Allah'a inkar edirlər, yoxsa dindarların yaratdığı Allah'tan imtina edirlər? Hazırsınızsa başlayaq. Çünki Agnostik. danışacaqlarım sizin evinizdə. Əzəb şeylər var. Gəlin əvvəlcə bir şeyi səmimi etiraf edək. Bizim cəmiyyətdə ateist Edit yaxşıdır nəyə görə? Orada biraz İslam müsəlmanlardan da hissəyə bölünənlər var. Orada sən şiələri paylaşmısan deyəsən. dedikdə ağla ilk gələn şey Səs az gəlir. Düzdürsən bunu artıraq. Allahsız, əxlaqsız və ya sadəcə diqqət çəkmək istəyən bir obraz Bu cındır tanıyırsınız da hər halda. Sonradan getdi dəyişdi vid fasonunu. olur. Amma bu Prim dəqiq kasırdı. deyil. Son 10 ildə aparılan müşahidələr və sosial şəbəkələrdə müzakirələr göstərir ki, Azərbaycanda xüsusi Zəhləm gedir. deizm, yəni bir yaradan var, amma dinlər insan uydurmasıdır düşüncəsi sürətlə yayılır. Niyə illərlə İslam mədəniyyəti ilə yoğrulmuş bir ölkənin gəncləri 1400 Yenə az gəlir. Tonla verirəm o gözünü. illik ənənəyə arxa çevirir? Bunu anlamaq üçün əsas səbəblər Sən mənə ilişəcəksən deyəsən. Buranı kəsərsən. Ana. Baxın. enməliyik və xəbərdarlıq eləyirəm. Səbəblərdən bəziləri çoxlarına ağır gələcək. İl 1995. Bir sualınız var. İnsan necə yaranır? Kimdən soruşacaqsınız? Atavızdan, məktəb müəllimindən və ya məhəllədəki o molladan? Cavablar məhdud idi. Amma bugün Azərbaycanlı bir gənc cibindəki telefonla dünyanın ən böyük kitabxanalarına, Oxfordun professorlarına, ateist filosofların debatlarına bir kliklə çatır. İnternet din mövzusunda inhisari monopoliyanı qırdı. Gənclər artıq sadəcə onlara deyilənlə kifayətlənmir. Onlar təkamül nəzəriyyəsini oxuyur, Big Bang-i araşdırır və sonra dini mətnlərlə müqayisə edir. O müqayisələri etmək çox dərinə düşdükdə artıq işlər dəyişir. Mən hamı məsləhət görür ki, dinin dərinliyinə düşməyin. Deyir, dinin nə qədər dərinliyinə qədər öyrənsən, o qədər uzaqlaşacaqsan deyir. Mən elə eşidirəm. Ziddiyyət yaranır. Məktəbdə öyrəndiyi biologiya ilə cümə xutbəsində eşitdiyi hekayələr üst-üstə düşmür. Bu ziddiyyət Kim alabilir? Biz buradayız. Abi sən. qılımıdır. Gənc artıq qorxduğu üçün inanmaq istəmir, başa düşmək istəyir. Din isə çox vaxt sual vermə, inan deyir. Bax, bu da ipin qopduğu yer. İnternetdə məlumat almaq Qohum əhrəba yıxılanda klassik söhbət. Hə sənə. və gənclərin dindən qopmasının daha dərin, daha az Xoş gəlmisən. səbəbi var. Şər problemi. Gənc pəncərədən dünyaya baxır, müharibələrdə ölən günahsız körpələri görür, sağalmaz xəstəliklə doğulan uşaqları görür, təbiət fəlakətlərini görür və sonra dinin ona öyrətdiyi sonsuz mərhəmətli və sonsuz güclü Allah anlayışını düşünür. Bu da dəhşətli bir məntiqi paradoks yaranır. Gənc soruşur, əgər Allah hər şeyi görürsə və gücü çatırsa, niyə bu uşağın əzab çəkməsinə icazə verir? Əgər gücü çatırsa, amma qarşısını almırsa, o zaman o mərhəmətli deyil. Yox, əgər mərhəmətlidirsə, amma qarşısına ala bilmirsə, o zaman o hər şeyə qadir deyilmi? Bu sual Bax, Miyugu, çox dərinə girirsən. Bax, bu nə məsələdir?
Bugün Azərbaycan gəncinin gecələr yuxusunu qaçırır. Dindarların verdiyi bu bir sınaqdır cavabı isə artıq onları qane etmir. 5 yaşlı bir uşağın xərçəngdən əziyyət çəkməsi kimin sınağıdır? Uşağın, yoxsa onu izləyən valideyninin? Məhz bu mərhəmət və reallıq arasındakı uçurum gəncləri deizmə itələyir. Onlar deyir, bəlkə yaradan var, amma o bizim dualarımızı eşitmir və ya işlərimizə qarışmır. Bu hissizləşmə inancın qırıldığı incə nöqtədir. Gəldik ən ağrılı nöqtəyə. Bəlkə də gəncləri dindən uzaqlaşdıran şey Darwinin nəzəriyyəsi deyil. Onları uzaqlaşdıran şey dindarların özüdür. Gənc baxır, televizorda, sosial şəbəkələrdə Hər deizm deyəndə mən gülmək tuturam. Yazdığım yorum ağlıma gəlir. ətrafında dindən danışan insanlara baxır. Ədalətdən danışıb haqsızlıq edənləri görür. Təvazökarlıqdan danışıb lüks içində yaşayanları görür. Qonşusu açkən yatan bizdən deyil deyib öz sərvətini artıranları görür və gənc öz-özünə deyir: əgər bu din onu təmsil edən adamı yaxşı insana çevirmirsə, mənə nə faydası var? Məhz burada da deizm qapısı bir daha açılır. Gənclər deyir: mən Allahın varlığına inanıram. Kainatın bir sahibi var. Amma sizin yaratdığınız bu qurumlar, bu təriqətlər və bu biznesə çevrilmiş rituallar, mən bunlarda yoxam. Azərbaycanda gənclər Allahdan küsmür. Onlar Allah adına danışanların səmimiyyətsizliyindən yorulur. Bu teoloji bir problem deyil. Bu bir etibar böhranıdır. Videoda ara-ara çıxan o effekt subliminal mesaj kimidir. Bəs bu fikirləri dilə gətirmək asandımı? Əsla. Azərbaycanda mən inanmıram demək, bəzən ailədən imtina etmək, hətta dostlarını itirmək deməkdir. Buna görə də ölkəmizdə gizli ateistlər və ya gizli deistlər ordusu var. Cümə günü atası xatirinə məscidə gedən, bayramda adət xatirinə qurban kəsən, amma içində tamamilə başqa bir kainat daşıyan gənclər. Onlar ikiyüzlü olmaq istəmir. Sadəcə cəmiyyətin onları damğalamasından qorxurlar. Sən kafirsən, sən poz Aslında bir tərəfdən də baskı var ha üstlərində. Bəlkə də həqiqətən bir gənc məsələn inanmaq istəmir, amma zorla inananda bir mənası qalmır. Dinin özündə var ki, gərək birini, yəni bu dinə inanmasını geri zorlamayasan. Deyəsən, başa salasan, bitdi. Artıq qərar onun olmalıdır. Özü seçəcək. Durğunsan sözlərini eşitmək əvəzinə susmağı seçirlər. Amma unutmayaq, baskı altında qalan fikir yox olmur. Əksinə daha da radikallaşır. Mən seçicimə inanıram, bilirsən onu həbib. Var zarafsın. Bilmirəm, sən yaz mən biləcəm. Bura qədər gənclərin niyə getdiyini danışdıq. Bəs getdikdən sonra nə olur? Hər şey çəhraydımı? Təəssüf ki, yox. Dindən uzaqlaşan gəncləri gözləyən ikinci böyük təhlükə var. Nihilizm və ya mənasızlıq böhranı. Din insanlara hazır bir həyat məqsədi verdi. Yaxşı ol, cənnətə get. Bu sistem çökəndə gənc birdən-birə İndi buna nihilizm deyirik. Nə deyirik? İndi biz həyatda yaxşılıq eləsək cənnətə gedəcək. O mənada inanır da. Nihilizm. nəhəng bir boşluqla üz-üzə qalır. Əgər axirəti yoxdursa, əgər mən sadəcə təkamül etmiş bir primatamsa və öləndən sonra yox olacamsa, bugün etdiklərimin nə mənası var? Bu ekzistensial, varoluşsal sancı bir çox gənci depressiyaya, laqeydliyə sürükləyir. Biz sosial şəbəkələrdə aqressiv ateistləri görürük, amma gecələr öz varlığını sorğulayan, həyatın mənasını itirmiş, boşluğa düşən səssiz kütləni görmürük. Bəlkə də cəmiyyət olaraq gəncləri qınamaq əvəzinə onlara bu boşluğu necə dolduracaqlarını öyrətməliyik. Dinsiz də əxlaqlı, dinsiz də məqsədli, dinsiz də xoşbəxt olmağın yollarını axtarmalıyıq. Çünki inancı itirmək asandır, amma yerinə məna qoymaq, bax bu ən çətinidir. İstər ateist olun, istər dindar, istərsə də deist. Bu videonun məqsədi kimin haqlı olduğunu sübut etmək deyil, məqsədi bir-birimizi anlamaqdır. Gənclərin dindən uzaqlaşması bir fəlakət deyil, bu bir nəticədir. Dəyişən dünyanın informasiya əsrinin və cəmiyyətdəki boşluqların nəticəsi. Bəlkə də həll yolu kimisə zorla inandırmaq yox, kimisə mühakimə etmək yox, sadəcə yaxşı insan olmaqdır. Çünki istər Quran, istər elm, istərsə də vicdan bizə eyni şeyi deyir. Ədalətli ol, dürüst ol və zərər vermə. Əgər bir ateist vicdanlıdırsa, riyakar bir dindardan daha təmiz ola bilməzmi? Yaxud səmimi bir dindar cəmiyyətə işıq saça bilməzmi? Mövzu etiketlər deyil, mövzu qəlbimizdəki niyyətdir. Siz bu barədə nə düşünürsünüz? Bəlkə siz də o sorğulayan gənclərdən birisiniz, ya da övladı dindən uzaqlaşan bir valideynsiniz. Zəhmət olmasa şərhlərdə öz hekayənizi yazın. Mühakiməsiz, təhqirsiz, səmimi bir
Qaqa çox təsir edir mənə. İndi jim vuracam sən videolar niyə belə? O yox ya, bu axırına gələndə videonun. Sən bütün videoların elədi. Axırına gələndə adam belə tükləri biz olur. Çox ləzzət edir mən. Müzakirə açaq. Videonu bəyəndinizsə, paylaşaraq bu səssiz inqilabın səsini daha çox insana çatdıra bilərsiniz. Növbəti araşdırmamda görüşənədək. Sonunda belə yüksəlirsən, mahnının da qoşmusan orada. Sonunda yüksəlir ora, bir ləzzət edir mənə. Yəni yalanla deməyim belə. Anlıq belə his gəlir. İçəridə kıpırlaşmalar. Bax, maraqlı mövzuydu, xoşum gəldi. Pürsü ki videolar uzanır, lap geç olur. Bir dənə bu yorumu bəyənin, atın qabağa. Görün nə olacaq. Əsas budur ye. Ay belə bu yorum işi 6 alıb ya. Zordur. Qaqaş qəşə hazırlayıb. Əziyyət çəkmisən, əziyyətin bəhrəsini görərsən inşallah bura. Nə yazmısan? Belə eləyim də. Aya, hara getdi? Belə bax. Böyüdüm biraz da yaxından bax. Çox sağ ol dost, bəyəndinsə bəs. Həqiqətən qəşəngdir. Mən sənin videolarına olsa baxanda ilk gündən həqiqətən xoşuma gəlir. 19 hesabdan. Bəyəndim. Təəssüfən bəyənmək lazımdır. Qabağa atmaq lazım. İnanırsan bu yorumu var ha. Bu yorumda məni dağıdacaqlar. Mən geri adımı dəyişmə burada. O koyacaqlar ağzıma. Qrup çıxacaq. Ya tərəfimi tutacaqlar, ya da ki birinin qaşıyacaqlar mən orada. İkisindən biri olacaq. Ha, sen yanıt vereni gördün mü? Ha, ne oldu? Yanıt attılar ucu. Nedir o? Bir vaxtlar sual vermək O 4 tane. Ama bu sene neydi? Bak kimdi o? Damağa hoşuna gelmeyip diyorsun. Aldı ağzına. Havada aşk kokusu var. Dama gel tap beni. Bul beni. Abi qaqaş məndən qabaqda gedir. Sən mənə təzir bəyənməzsən. Bax 8 nə alıb? Video gedib. Mükəmməl alıb. Mən özümdə standart bitdiyinə inanmıram. Ailə bu da deizm oldu işte. Bu da deist. Mənim kimi deist bu da. Deist deyiləm abi. Ben deist çıxartmayın.